Bəli, işıqlara görə, internetə görə bağlantı kəsildi və biz yenidən başladıq, davam edirik. Qaldığımız yerdən. Qalatalılara 3-cü fəsil 24-cü ayədən oxuyurdum ki, yəni qanun bizə Məsiyə qədər yol göstərən mürəbbi oldu ki, imanla salih sayılır. Və dedim daha ki, bəyəklərin rus tərcüməsində köhnə əhdi Məsih üçün uşaq yetişdiricisi, yəni bizi Məsih üçün yetişdirən idi köhnə əhd. Musanın qanunları belə yazılmışdı. İnsanlar ətikdə это потом, сейчас запись, я написал вам личку, я написал вам. Здесь не надо вопроса. Bir dəfə tamam oldu deyə bir səsin titrəməsi olmadan heç bir dərk etmə ola bilməz. Və yalnız bundan sonra insanlar dərk etməyə başladılar. Bizə dedilər ki, hər şey tamam oldu, hər şey artıq var. İndi sual budur ki, bu titrəmə səndə hər şeyin artıq olduğunu və hər şeyin köhnə gerçəklikdə olduğu kimi olacağını gözləməməyin şuurunu yaratmalıdır. Köhnə əhdəyə kimi sən hər şeyi artıq gözləməli deyilsən, sən artıq hər şey var vəziyyətində yaşamalısan, indi və bugün. Artıq yeni əhd bundan ötərdir. Onun üçün deyir ki, Rus tərcüməsində Məsih üçün uşaq yetişdiricisi, mürəbbimiz yəni, köhnə qanun bizi detavaditel, uşaq böyüdən kimi bizi böyütdü. Artıq gözlənti yoxdur. Gözləmə köhnə reallıq vəziyyətidir. Başa düşürsən, gözləmə əhdi ətikdə olduğu, köhnə əhdə olduğu olan vəziyyətdir. Gözləmə o vaxt idi. Gələsi olan artıq gəlib. Və sən kimi gözləyirsən? Hər şeydə hər şey olan odur. O səndədir. Allah səndədir. Sən ondasan. Allahı özündən başqa hansı məkanda, hansı coğrafi məkanda və yaxud ruhani məkanda axtarsan, tapmayacaqsan. Çünki o səndədir. O səndə məskən salıb, onun yeganə ünvanı sənsən. Gözləmə ki, Allah gələcək. Gözləmə ki, İsa Məsih gələcək. Gözləmə vəziyyəti 2000 il bundan qabaq aradan götürüldü çarmıqda. Yeni reallıq, hər şey var və dərk etmədir. Yeni əhd, hər şey var və bunu dərk etmədir. Bu səbəbdən də bu dərk etmə alətlərinə bu qədər ehtiyacımız var. Və ən çox ehtiyacımız olan nədir? Nəfəs almaq, düşünərək nəfəs almaq, oruç tutmaq, düşünərək oruç tutmaq. Mən ac qalım, Allah da buna görə mənə nəsə versin düşüncəsi ilə çıxmaq. Düşünmək və başqaları hər şeyi, bu alətləri bol-bol verən Pavel yaxşı təsəvvür edir. Pavel təsəvvür edir ki, bu alətlər sənə hər şeyi bol-bol verəcək, sənin düşünmən, dərk etmə. Biz anlamalıyıq ki, biz ilahi, fövqəl-təbii həyatla birbaşa əlaqəliyik, eşidirsən? Eşidirsən Əsmər xanım, eşidirsən biz? Fövqəl-təbii ilahi həyatla birbaşa əlaqəliyik. Başqa cür mümkün deyil. Başqa heç nə yoxdur. İsa Məsih ən yüksək dərk etmədə gəzirdi. O ən yüksək dərk etmədə gəzirdi ki, o kimdir, kimin oğludur, kimdən əmələ gəlib, kimdə yaşayır, kim onda yaşayır. Və o bunu nümayiş etdirirdi. Və o dedi ki, o özündə olan vəziyyəti dedi ki, Allahın padşahlığı sizin daxilinizdədir. Bununla da İsa dərk etmənizi Pavel kimi daxilinizə yönləndirdi.
Sverhestevственный, fövqəladə yəni rus dilində sverhestevственный. İsa ən yüksək dərk etmədə gəzərək bunu nümayiş etdirdi və bunu ağzıyla dedi bizə ki, Allahın padşahlığı sizin daxilinizdədir. Nəyə ehtiyac var idi ki, İsa bunu deyirdi? Nəyə ehtiyac var idi ki, İsa deyəcəksə, Allahın padşahlığı sizin daxilinizdədir? Bununla İsa dərk etmenizi istəyirdi ki, fikriniz daxilinizə yönəlsin, o Allah sizdədir, Allahın padşahlığı sizdədir. Və yazılıb ki, bütün göylərdən yuxarı qalxdı və bizi oraya oturtdu. Bax, bu necədir? Bu iki şey təkrar edirəm. Yalnız bu şəkildə izah olunur. Bəli, o göyə getdi. Amma eyni zamanda sənə deyirlər ki, sənin daxilindədir. Səltənət ikiyə bölünmək üçün deyil, elə bilmə ki, bu ikiyə bölündü, həm göydədir, həm sənin daxilindədir. Bu sən təslim olmaq və deməkdir. Bəli, səmavi səltənət mənim daxilimdədir. Niyə? Çünki oğulda yer və göy birləşdi. Deyə bilərsən, amin. Çünki o oğul sənsən. Çünki o qız sənsən. Çünki səndə birləşdi yer və göy. Eşidirsən məni? Eşidirsən, qulaqların nə eşidir, anlayırsan, dərk edirsən, yer və göy səndə birləşdi. Özünü səndə tapdı, yer və göy özünü səndə tapdı. Yalnız və yalnız oğul olduğunu başa düşməyənlər üçün bölünmə var, ikiyə bölünmə var. Yalnız bölünmə o kəslər üçündür ki, onlar hələ dərk etməyiblər ki, onlar oğuldurlar. Siz Allahın oğlu olduğunuzu başa düşdüyünüz zaman səmavi səltənət və daxiliniz eyni reallıq olduğunu başa düşmək, bunların səmavi səltənət və sənin daxilinin eyni vəziyyət olduğunu başa düşmək sənə çətin olmayacaq. Bu, reallıq yeni bir cənnətin, yeni bir yer olduğu əhd-i cədiddir, yeni əhd, onun vəziyyətidir. Bir daha sənə deyirəm, səmavi səltənət, bu bir yer deyil, necə ki, kilsələr gözləyirlər bunu, kilsə təlimlərində təbliğ edərək, hələ də səmavi səltənətə düşməyi fikirləşirlər. Kilsələrdə öyrədərək, hələ də səmavi səltənətin bir yer olduğunu deyirlər. Mənsə sənə konkret olaraq bütün 100% cavabdehliklə deyirəm, səmavi səltənət bu harasa bir yer, bir coğrafi məkan deyil. Sizin ürəyinizdə bu bir yer deyil. Fikirləşmə ki, sənin ürəyin budur, buradadır, xeyr. Səmavi səltənət, qulaq aç, eşit, səmavi səltənət də sənin ürəyində. Eşidirsiniz məni? Əsas səsləyirəm ki, bunu kilsə təlimində olan insanlar, pastorlar eşitsinlər. Səmavi səltənət də sizin ürəyinizdə göylə yerin birləşdiyi Tanrı reallığıdır. Başa düşürsən, o harasa bir coğrafi məkan deyil. Bax, hamısı bu qədər sadədir. Bunu necə başa düşmək olar? Yalnız dərk etməklə. Bundan əvvəl necə təxmin edirdiniz? Yalnız titrəyiş, vibrasiya vasitəsilə, titrəyiş vasitəsilə səsi eşidəndə titrəməyə başlayırsınız. Yalnız öz daxilinizi düşünməklə bunu başqa bir şəkildə başa düşməyəcəksiniz. Bunu başqa bir şəkildə başa düşmək mümkün deyil. Çünki köhnə reallıq əhd-i ətiq gözləməklə doymuşdur.
gözləməkdən artıq doymuşdular və Məsih ona görə gəldi ki, gözləməyi aradan qaldıraraq dərk etməni göstərsin sənə ki, möcüzələr dərk etmə vasitəsilə baş verir. Ona görə də mən sənə yalanı təbliğ edənlərə deyirəm, İnsanlara bir şeyi təkrar gözləməyə məcbur etmək üçün necə təbliğçi olmaq lazımdır? Sən necə təbliğçi olmalısan ki, sən hələ də İsa'nın gələsi olduğunu təbliğ edəsən? Ki, oturun, gözləyin, İsa gələcək, bugün gələr, sabah gələr. Ay kişi, ay qardaş, ay oğul, ay bala, İsa artıq gəlib. O yeni ət dərk etmənin reallığıdır ki, o real olaraq səndədir. Əlbəttə deyə bilərsiniz ki, bəs Pavel deyirdi ki, biz səma vətəndaşlarıyıq və oradan xilaskar olan Məsih İsa'nı həvəslə gözləyirik. Bəli, siz bunu deyə bilərsiniz ki, bəs niyə belə deyirdi Həvari Pavel? O dərk etmədən danışır, dərk etmədən. Çünki əgər o dərk etmə haqqında danışmasaydı, onda onun başqa bir yerdə necə başa düşmək olardı ki, deyir ki, biz artıq göylərə otuzdurulmuşuq. Biz artıq əgər göylərə otuzdurulmuşuqsa, biz artıq əgər cənnətdəyiksə, onda İsa'nı hansı cənnətdən gözləyirik? Başqa cənnətdə var, yəni. Söhbət bu barədə deyil, söhbət sənin dərk etmən haqqındadır. Ona görə də əziz qardaşım, əziz bacım, əziz dostum, ilahi təbiətinizdən gələn hər şeyi qəbul edin. İlahi varlığınızdan, təbiətinizdən gələn hər şeyi düşünmədən qəbul edin. Sən onu qəbul etməyə, sən onu dinləməyə layiqsən. Sən qəbul etməyə layiqsən. Hər şey artıq baş verib. Amma tamam olanları dərk etmə, yeni yerin, yeni göyün dərk etməsi var hələ. Bu çox izzətlidir, bu çox şərəflidir. Bircə bu qalıb sənə ki, dərk edəsən ki, yeni yer, yeni göy səndədir. Bunlar səndə birləşib və bu çox möhtəşəmdir. Ona görə də mən sizə deyirəm, əvvəllərdə danışdığım kimi, Daniel Peyğəmbərə mələklərin dediyi kimi, burada və indi hamı sağdır, ölüm yoxdur, ölən yoxdur. Hətta köhnə əhdə mələklər belə Danielə dedilər ki, yerin tozu ilə birləşənlərin çoxları oyanacaqlar. Yəni onlar ölməyiblər, onlar yatıblar. Burada və indi hər şey baş verib artıq. Nəysə gözləməyə heç bir səbəb yoxdur, eşidirsən? Nəsə bir şey gözləməyə heç bir səbəb yoxdur. Ancaq möhtəşəm səbəb var ki, tamam olmanı dərk edəsən. Yeni yeri dərk edəsən, yeni göyü dərk edəsən. Köhnə yer, köhnə göy düşüncələrindən uzaqlaşasan, indi və burada zamansız və məkansız, ancaq ilahi reallıqda səmavi səltənət və sənin daxilin adlanan yer, yəni mənim daxilim deyə bilərsən, bunu dərk etmə qalıbdır. Qalan hər şey tamam olubdur. Bu tamam olmanı dərk etmən qalıbdır. Sənin daxilin, daxili vəziyyət, yəni məhz burada səmavi səltənətin bu titrəmə tezliyində olmaq, səmavi səltənətin bu titrəyişində olmaq, sənin daxilin, sənin özünün öz daxilində olman, zamandan kənarda olman deməkdir. Sən bunları dərk etsən, burada sənin üçün şəfanı gözləmək
deyil, reallıq var. Sən şəfa gözləmirsən artıq. Çünki burada xəstəlik yoxdur. Burada şəfa baş vermir. Çünki artıq baş verib. Xəstəlik heç vaxt mütləq elə bir səmavi səltənətin, mütləq elə bir daxili vəziyyətin bu vəziyyətində olmayıb. Mümkün də deyil ki, xəstəlik o vəziyyətdə olsun, səmavi səltənətdə olsun. Mən sizin daxilinizdən danışıram. Və mən danışıram ki, siz dərk edəsiniz ki, sizin daxiliniz budur. Bu sizin daxilinizə reallığı yayımlayır. Bu sizin bədənə reallığı yayımlayır. Və bu bədəndə, bu səndə göy və yer birləşib. Səndə göy və yer birləşib, başa düş. Heç bir yerdə, heç bir vaxt yoxdur. Yalnız burada və indi var. Məsih burada yaşayır. Həyat verən ruh belə burada yaşayır, səndə yaşayır, indi və bu gündə yaşayır. Çünki sən indi və bu günsən. Məni anlayırsan sən, məni başa düşürsən sən anlayırsan hansı ölçülərdə yaşayırsan. Həyat verən ruh səndə yaşayır. Çünki sən indi və bu günsən. Sən indi və bu gün olmasan o səndə yaşamaz. Sadəcə sənin dərk etmən qalıbdır. Tamam oldudan sonra yeganə sənin dərk etmən qalıbdır ki, indi və bu gün var. Mələklərlə birbaşa ünsiyyət var. Burada səmavi səltənətin izzətli bədəni, yəni sənin izzətli bədənin Tanrının dolğunluğunun elə bir mütləq bədənidir, absolut bədənidir. Mütləq, absolut izzət, şərəf bədəndədir, bədəncədir. Və sən hər bir ölçüdən, hər bir zaman xaricindəsən. Sən hər bir ölçüdən kənarsan. Sən hər bir zamandan kənarsan. Ona görə də indi bugün çörək bölmə edəcəyik. Götür çörək bölməni. Və ayaqqabılarını çıxaran Musa kimi, yəni Musa səsi eşidəndə dərk etmə gəldi ki, olduğu yer müqəddəsdir. Xahiş edirəm, sakit oturun orada. Musa ayaqqabılarını çıxartmaq üçün o səs eşitməli idi. O səsi eşidənə qədər hələ dərk etmirdi ki, olduğu yer müqəddəsdir. Məhz atanın səsi onu dərk etməyə yönləndirdi. Ona görə də indi çörək bölməni götür və ayaqqabılarını çıxaran Musa kimi. Bununla da o yerin müqəddəsliyini tanı. O yer ki, sənin vəziyyətindir, o coğrafi məkan deyil. İndi bu çörəyi götür və üzüm meyvəsindən iç. Mən deyəndə içərsən hələ, yəni mən səni hazırlayıram. Bədənin və daxili insanın, hara ki İsa Məsih səni yönləndirdi ki, səmavi səltənət sənin daxilindədir. Hara ki Həvari Pavel sənin fikrini cəmləşdirdi ki, səmavi səltənət sənin daxilindədir. Ki, sən xəzinəni özündə axtarasan. Bədənin və daxili insanın bütün şərəfli xüsusiyyətləri ilə şuurlu razılığı ifadə et. Dərrakəli razılığı ifadə et. Onların qarşılıqlı əlaqəsini və birliyini tanı. Oğulda olduğu kimi, səmavi və dünyavi oğulda, İsa Məsihdə olduğu kimi, sən də səmavi və dünyavi oğulda birləş. Ki, bu çörək bölməni götür və bunu büyün et. Rəbb ilə bir olduğunu dərk et.
və mənim arxamca indi deyin. Deyin, etiraf edirəm. etiraf edirəm. Sadəcə ayaqqabılarınızı çıxarın. Bu vəziyyətdə elə bir ayaqqabılarınız həssas olsun, ayaqlarınız həssas olsun. Ayaqqabılarınızı çıxardın ki, ayaqlarınız həssas olsun. Bu bir addımdır, düşüncənin dərk etməyə qəbul edəndən sonra olan addımdır. Bəlkə də kimsə indi fizik olaraq ayağa qalxmalıdır, ayaqqabılarını çıxarmalıdır. Və bu həqiqətdə bir sülh, bir sabitlik hiss etməlidir. İndi bədəninizi izzətli, eşit, indi öz bədənini izzətli, ata Allahı daxili, oğlu isə xarici təzahürü kimi qəbul et. İndi bədənin sənin bununla məşğuldur. Sadəcə mən bunu sənə deyirəm ki, sən bunu edəsən. Sənin bədənin izzəti, yəni atanı daxili, çünki ata ruhdur. Oğlu isə xarici bədən kimi, xarici bədənin təzahürü kimi qəbul edin. Və etiraf edin. Və bu çörəyi yeməzdən əvvəl deyin. Denən, etiraf edirəm. Mən xəbərdaram. Ata, vaxt və məkan olmadığı bu gündə mənə uçmağa icazə verdiyin bu titrəmələrə görə sənə təşəkkür edirəm. Sənə təşəkkür edirəm ki, mən artıq vaxt və məkan xaricindəyəm. Mən dərk etməmlə bunu qəbul edirəm. Mən dərk edirəm və möcüzələrimi qəbul edirəm. Mən sənə təşəkkür edirəm. Ata, mən sənə minnətdarlığımı bildirirəm və qəbul edirəm. Mən qəbul edirəm. Mən qəbul edirəm. Mən dərk edərək qəbul edirəm. Mən atamdayam. Atam isə məndədir. Göy və yer məndə birləşib. Mənsiz hər şey ayrılıqdadır. Birləşmə məndə baş verir. Çünki mən ata Allahı daxili varlığım kimi, oğlu xarici görünən bədənimin təzahürü kimi qəbul edirəm. Bu birləşmə məndə baş verir. Mən bunları dərk etməyə başlayıram. Mən bunları anlamağa başlayıram. Mən bunları dərk etməyə başlayıram. Alleluya, alleluya və bu çörək bölməni qəbul edirəm. Mən bunu qəbul edərək yad edirəm ki, sən məndəsən, mən səndəyəm. Bunun üçün də nə halsız deyiləm, nə xəstə deyiləm, nə də ölümcül deyiləm. Gümraham, sağlamam, ölməzəm, çürüməzəm. İndi qəbul et. Sən gör hansı səyahətdəsən indi. Halleluya. Halleluya.